2030-cu ilə müəyyən edilmiş milli prioritetlərdən biri olan təhsil və elm xərclərinə 5.2 milyard manat vəsaitinin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14.3% çoxdur. Orta müddətli büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36% artacaq. Bölgə TV xəbər verir ki, bunu Maliyyə naziri Sahil Babayev bugün Milli Məclisinin plenar iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. Nazir bildirib ki, növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı isə 121 min nəfərə çatacaq. Gələn əlilliyi olan, valideyn himayəsində məhrum olmuş, şəhid ailələri və müharibə veteranı statusu almış güzəştli kateqoriyaya aid olan 18.5 min tələbənin təhsil və ya təqaüdü xərcləri üçün 42 milyon manat vəsait proqnozlaşdırılıb. Dilbər Vüqar qızı, Bölgə TV.